Müğənni Sevda Yahyayeva və həkim həyat yoldaşı Zakir Bayramov bu dəfə Portuqaliyaya istirahətə yollanıblar. Mərakeşdə dincələn cütlük oradan Lisabon şəhərinə gedib. Sevda şəhər gəzintisindən görüntüləri izləyiciləri ilə bölüşüb. O görüntülərinə "Gəldim, sevdim, xatirəyə çevirdim" qısa şərhini yazıb. Qeyd edək ki, Sevda və Zakir cütlüyünün 2 qız övladı var. Rəqqasə Fatimə Fətəliyeva qurbağa ilə ağır xəstəlikdən xilas olduğunu açıqlayıb. Sənətçi günortası verilişində zəhərli zobdan əziyyət çəkdiyini bildirib. O qeyd edib ki, Türkiyə çarə yolu ilə müalicə olunub. Özümə inad olaraq dedim ki, dərman içməyəcəm. Qarşıma bir nəfər çıxdı və dedi, səni dərmansız müalicə edəcəm. Qurbağa elə etdi. 5 qurbağa boğazımda öldü. Qurbağa sayəsində dərman içmədən zəhərli zobdan xilas oldum.